müvəqqəti alternativ yol salınır. Bakının Lök-Vətən Güzdək yolunun 2.2 kilometrində bərpa işlərinə başlanılıb artıq. Sürücülər daha çox bu yollarda yaranan bu tıxaclardır. Tıxacların arxasında, o rul arxasında əyləşmiş sürücülərin gərginliyidir. Bunlar hamısı təbii ki, insanlara məlumdur. Heç sürücü deyiləm, amma sürücünün yanında əyləşmişəmsə, ondakı gərginlik təbii ki, mənə də sirayət eləyir. Mən də o gərginliyi hiss edirəm, yaşayıram. Sürücülər nə qədər əllərini belə maşının orasına, burasına belə zərblə vururlar, bəzən zədələyirlər. Çünki mən görmüşəm. İndi ona görə mütləq alternativ təbii ki, yollar çəkilməlidir. Bu həm gərginliklə, həm tıxaclar aradan qaldırılmalıdır. Təbii ki, müsavat.com-a istinad edirəm. Avtomobil Yolları Dövlət Agentliyindən təbii ki, müsavat.com-a bildiriblər. Bəli, məlumatı verə ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətdə saldığı su ötürücü qurğu söküləcək. Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək. Tikinti bərpa işləri ölkə prezidenti sərəncamına uyğun olaraq aparılır. İnşallah, təbii ki, yenə də deyirəm, alternativ yol yaradılır. Bakının Lök-Vətən Güzdək yolunun 2.2 kilometrində. İnşallah hər şey yaxşı olar.